Ceyhun Hacıbəyli küçəsi ilə Bakıxanov küçəsinin kəsişməsində olan məşhur zooparkdan yuxarıdakı, əvvəlki zooparkdan yuxarıdakı yol ayrıcına yaxınlaşırıq. Burada problem ondan ibarətdir ki, bəzi sürücülər deməli, svetofor işləyərkən üstünlük nişanlarının deməli, qüvvədə olub-olmamasını dəqiq bilmirlər. İndi biz bir neçə variant burada seçəcəyik və bu yol ayrıcının təhlükəsiz keçilməsi qaydalarına baxacağıq. Yalnız svetofor qüvvədədir. Yəni ki, qarşı tərəfdə olan deməli, yol ver nişanı bu dəqiqə qüvvədə deyil. Amma problem ondadır ki, bəzi sürücülər, arxamızda da olan, qarşıdan da gələn bəzi sürücülər elə bilirlər ki, svetofor işləyərkən həmin yol ver nişanı qüvvədədir. Biz indi ikinci zolağı tutmuşuq. Bu zolağın öz minusları var. Minusları odur ki, biz qaydalar nədir? 76-cı maddə deyir ki, deməli, sola dönərkən biz qarşıdan düz və sağa dönən avtomobilləri buraxmalıyıq. Ona görə biz yol ayrıcına daxil olub dayanacağıq. Səbirlə gözləyirik. Qarşıdan düzünə, yəni ki, qarşıdan sağa gələn avtomobilləri buraxırıq. O bir avtomobil çox uzaqda olduğuna görə hərəkətimizə davam edirik. Yəni ki, svetofor işlədikdə, deməli, svetofor işlədikdə üstünlük nişanları öz qüvvəsini itirir. Biz sol dönmə ışıqlarını yandırırıq. Əlbəttə, məsəl üçün, bu qarşıdan gələn arabaçı belə eləməməlidir. Hərəkətin əks istiqamətində gedir. Yaxşı, onu buraxdıq və bu dəfə biz artıq sol zolağı tutuq. Burada bunun üstünlüyü nədir? İş orasındadır ki, keçən dəfə biz bu yol aracına daxil olanda gördünüz, biz nə qədər gözləməli olduq. Sol zolağı tutanda qaydalar deyir ki, qarşıdan sağa dönənləri elə bir ki, biz onları buraxmalıyıq. Yol verməliyik onlara. Amma yol vermək mütləq dayanmaq deyil. Yol vermək mane olmamaqdır. Fikir verin, biz sol zolaqdayıq. Biz qarşıdan sağa dönənlərə mane olmuruq və onlarla eyni zamanda dönürük. Gəncliyə gediriksə, dönmə ışıqlarını sağa yandırırıq və sağa meyillənirik. Niyə sağa meyillənirik? Çünki soldan dayanan avtomobil, deməli, avtomobilin burnunu artıq yol ayrıcından çıxartmışdır. İndi biz həmin yol kəsişməsinə, yəni Bakıxanov və Ceyhun Hacıbəyli küçələrinin kəsişməsinə qarşı tərəfdən yaxınlaşırıq. Baxın, burada deməli, ağacın dalında yol ver nişanı var və svetofor işləyir. Svetofor işləyirsə, qaydalar deyir ki, üstünlük nişanlarından yol ver, stop və baş yol işarəsi və həm də ki, baş yolun istiqamətinin dəyişməsi aşağıdakı kvadrat lövhəcik qüvvədən düşmüşdür. Deməli, burada yolu nə nizamlayır? Svetofor deməli işləyir, qabaqdan bizə yaşıl olacaq, qabaqdakılar da yaşıl olacaq. Yəni, bu eyni yolulu elə bir ki, yollardır. Deməli, qaydalar deyir ki, qarşıdan gələnlər sağa dönən, yəni bizi buraxmalıdırlar və biz onları, deməli, biz üstünlüyə maliyik. Amma burada bir nüans var. Burada nəyə görə polis saxlaya bilər sağa dönəndə? Bax, qaydalar deyir ki, sağdan sağa dönərlər. Mən sağdan, bax, bu dəqiqə onlar soldan dönürlər, sol zolaqdan. Amma qaydalar deyir ki, yol ayrıcına sağdan dönərlər. Bax, biz düzgün döndük. Yəni, solumuzda olan avtomobilləri polis saxlaya da bilər və haqlı olaraq onlara, elə bir ki, cərimə də yaza bilər. Verilişin baş sponsoru Chevrolet